Çox zaman qaydalardan anlayışımız olsa da, bizə verilən şəkillərdən bir hekayə ərsəyə gətirə bilmirik. Bugün hazırladığım nümunə və tərtib etdiyim plan əsasında məhz bu ardıcılığa necə riayət etmək lazımdır, çox kiçik də olsa necə mətn qurmaq lazımdır, bundan bəhs edəcəm. Şəkilli hekayələr keçmişdə baş verdiyi üçün biz zamanımızı past simple götürəcəyik. Lakin hava şəraitini təsvir edərkən və yaxud da eyni anda baş verən hadisələri təsvir edərkən past continuous'dan istifadə edəcəyik. Bu bizim mətnimizdə istifadə edəcəyimiz zaman formalarıdır. İndi isə keçirəm addım-addım plan tərtibimizə. Addım 1. Hekayəmiz hər zaman mühit təsviri ilə başlamalıdır. Past continuous'dan istifadə edəcəm. For example, it was snowing. The girl was looking out of the window. İkinci addımda biz mətndəki xarakterləri təsvir edirik. For example, she saw some hungry birds in a garden. Her father came to the window. Üçüncü addımda biz problemi irəli sürməliyik və unutmuruq, hər bir hekayənin öz problemi olur. Buradakı problem quşların ac olmasıdır. The birds were hungry. They couldn't find any food in a snow. Dördüncü addımda biz artıq qəhrəmanın hansı qərara gəldiyini irəli sürməliyik. Bunu mən decided to ilə verəcəm. She decided to help them. She asked her father to build a birdhouse. Bunun ardını əslində mətnin obrazlılığını artırmaq üçün dialoqdan da istifadə edərək genişləndirə bilərsiniz. For example, Daddy, the birds are hungry, said the girl. Let's build a birdhouse, father said. Deyə bir dialoq əlavə edib mətnimizi genişləndirib obrazlılığını artıra bilərik. İstəsəniz bu dialoqu davam da etdirə bilərsiniz və yaxud da iki cümlə verərək başlanğıc üçün elə iki cümlə verməyiniz kifayət. Beşinci addıma gəldik. Beşinci addımda biz sequence wordslərdən, yəni ardıcıllıq bildirən sözlərdən istifadə edərək ata ilə qızın bundan sonraki fəaliyyətini təsvir edəcəyik. Ardıcıl sözlərimizə nəzər yetiririk. First, then, after that, next and final. First, they found some wood. Then, the father cut the pieces. After that, the girl painted the roof. Finally, they finished the birdhouse. Artıq hekayəmizin sonuna yaxınlaşırıq və hekayəni xoş və sakit bir sonluqla bitiririk. Özümüzə sual veririk. Bu mətnin sonluğunda nə baş verir? İnsanlar özünü necə hiss edir? Bunu ifadə edirik. They hung the birdhouse on a tree. The birds came and ate the seeds. The girl felt happy. Mətnimizin sonunda isə biz həmin bu hekayədən çıxardığımız dərsə uyğun kiçik bir cümlə yazırıq. Siz bunu atalar sözləri ilə də ifadə edə bilərsiniz. Özünüz də hər hansısa bir düşünüb ideya olaraq sonda verə bilərsiniz. For example, a small act of kindness makes a big difference. Sonda artıq siz hər bir şeyi qurub düzəltdikdən sonra mətnə başlıq verə bilərsiniz. Mən məsləhət görürəm ki, mətnin bütün bu ardıcıllıqlarını, bütün bu prosesləri icra etdikdən sonra mətnə başlıq seçəsiniz. Çünki bu zaman siz daha düzgün qərar vermiş olacaqsınız və siz ideyadan çıxış edərək başlığı seçsəz, bu zaman sizin mətniniz daha çox nəzərə çarpan olacaq. Mən mətnimin başlığını A Little Girl and a Winter Birdhouse deyə seçmişəm. İndi mətnimin tam versiyasını burada sizə göstərəcəm. Artıq ərsəyə gələn mətni siz görürsünüz və gəlin bunu birlikdə oxuyaq.